birinci vaz keçəcəyimiz şeylər nədir? Avokadodur, suyu çox istifadə eləyir, ətdir, bir də səyahətdir. Ətdir, səyahətdir. Və mən ona görə indi gəzirəm. Sonra imkan olmayacaq. Hə, sonra qurd-quş yeyəcək. Quş yox, amma şey yeyəcəyik. Sən mənə deyirəm. Həşərat. Həşərat yeyəcəyik. Krevetka yeyəcəyik. Yox, krevetka olmayacaq. Çünki biz okeanları turş tərkibli edirik. Yəni suyun içərisində oksigen olmur. Onlar əslində balıqlar da orada nəfəs alır axı. Və balıqların kütləvi qırğını baş verir. Və hələ ki biz onun kritik həddinə çatmamışıq. 9 kritik həddindən 5-ini eləmişik artıq dünya. 9-unu eləsək, buna deyirlər iqlim qaçqınları. Biz başlayacaq kürəyimizdə olacaq çanta, üzümüzdə olacaq maska, bankalarda olacaq həşəratlar ki, zülal dəyəri də çoxdur. Quru. Şəhətdə yeyə gedəcək ki, arısı daha yaxşıdır. O Elayın kitabı, post-apokalipsis haqqında filmlər var ha. Elayın kitabı, sonra nə bilim müxtəlif belə filmlər var. Bir-birinə oxşayan. Hə, bir sürü filmlər var. İnsanlar su uğrunda mübarizə aparırlar və s. Bu əslində biz onu yaşayacağıq. Biz yox, bizim nəvələrimiz yaşayacaq 100%. Zaten indi gedən bütün müharibələr su və enerji mənbələri üzərində gedir və xüsusən də su mənbələri üzərində gedir. Bol sulu hardadır? Gəlsən oranı tutmaq, qurtardı getdi. Çünki sənin avokado Aztek dilində, Aztek dilindən gəlmiş bir sözdür. Mənası kişi xayası demək, formasına görə və ağacda həmişə 2-2 qalırdı. Çox sağ ol. Sən yiyib gəl. Tuzlu limonlu. Bildiniz də, cəmaət bildiniz avokado nə deməkdir?